Siz bilirsiniz də, insanın əgər ürəyi, beyni adama yox dedisə, sən bir yerdə dayanırsan və səni heç bir qüvvə oradan apara bilmir. Heç unutmuram, xeyli müddət bundan öncə buradan bura deyilən sosial şəbəkədə belə bir sual verildi ki, Everestdə sizcə ilk çıxan Azərbaycanlı qadın kim olacaq? Mən də yazdım ki, mən. Sonra yazdım mən nədir? Adımı yaz da. Yaz ki filankəs, o filankəs. Sonra təzədən yazdım ki Vəfa Musayeva və bilirsiniz, bəzi şeylər var ki, sən onu hədəf qoyursan, amma bəzi şeylər var ki, həyat onu səni hədəfə alır ki, bunu sən edəcəksən. Məsələn, mən Everestdə həmişə öz missiyam kimi hiss eləmişəm. Mən hiss eləmişəm ki, onu mən edəcəm. Amma sözün açığı, Everestdən sonra Lhotsu mən heç vaxt ağlıma gətirməzdim. O mənim özüm üçün də sürpriz oldu ki, mən nəyin ki dünyanın ən hündür zirvəsi olan Everesti, 4-cü ən hündür olan Lhotsuda eyni anda edə bilməyim. Bu mənim özüm üçün də bir sürprizdir, hələ özüm üçün də bir şokdur. Hələ mən o şoku yaşayacağam, hələ mənim ona sadəcə olaraq vaxtım olmayıbdır. Mənim üçün orada ən böyük çətinlik mental çətinlik idi. Amma sonra mən çox gözəl yolumu tapdım. Özüm özümə deyirdim ki, Vəfa, sən bu yolu keçmisən, sən bu yolu artıq bilirsən ki, burada çətin heç nə yoxdur. Demək olar ki, Everestə çatırdıq, tam zirvəyə çatırdıq, çox az qalmışdı. Artıq yoldan başa düşürdüm ki, çatmaq üzrəyik. Gördüm ki, Bazakamda tanış olduğum idmançılardan biri geri qayıdır. Bizdə də oksigen maskası olduğu üçün həm də yüksəklikdəyik, həm də gərginlikdə heç kəs bir-biri ilə danışmır. Amma əlimlə işarə verdim ki, hara qayıdırsan? Dedi, geri qayıdıram, getmək istəmirəm. Mən onda doğrudan da daxili şok keçirdim ki, necə yəni bura qədər gəlirsən, amma zirvəyə getmirsən. Təhsil işçisi olaraq mən həmişə fikirləşmişəm ki, biz belə fikirləşirik ki, məsələn üçün biz hər hansı bir, nə bilim, ingilis dili müəllimiyik, riyaziyyat müəllimiyik, nə bilim, musiqi müəllimiyik və s. Və biz orada qalırıq, biz o çərçivənin içində qalırıq və düşünürük ki, elə burada belə deyim də, yəni ancaq bunu etməklə biz öz şagirdlərimizə, tələbələrimizə kifayət eləyəcək. Amma mən belə başa düşürəm ki, bu yolculuqda belə anlayıram ki, hər bir müəllim, hər bir təhsil verən özünün olduğu, belə deyim, qəlibdən çıxıb başqa bir şeylə də məşğul olmalıdır. Məsələn, mənim Everestdə olan 35 günlük səfərim bir universitetdir, bir akademiyadır və bunu hansı kitabdan öyrənmək olar? Heç kəsin yaşamadığı bir təcrübəni yaşamış bir insan özündən bir nümunə verir və bu sizin həyatınızda elə bir işıq sala bilər, sizin həyatınıza elə bir toxunuş eləyə bilər ki, siz həyatınızın, nə bilim, çağırışını tapa bilərsiniz, missiyasını yerinə yetirə bilərsiniz, yeni bir kəşflər eləyə bilərsiniz. Orijinal şeylərin yaranması üçün insan özündə o orijinal şeyləri çıxartmalıdır, potensialı çıxartmalıdır. Yəni, bir dənə universitet oxuduq, diplomumuz oldu, getdik uşaqlara tədris elədik. Yox, insan, müəllim özünü kəşf eləməyə, müəllim özünü, belə deyim də, inkişaf elətdirməlidir ki, onun auditoriyası da gedib həqiqətən istədiyinə çata bilsin. Sözün açığı, mən aşağı enəndə sosial şəbəkəyə elə bilmirəm, birinci necə oldu. Baxdım ki, artıq hamı təbriklər göndəribdi və s. Çünki mən Everest zirvəsini edəndən sonra aşağı enmədim. Dediyim kimi, ölüm zonasında qaldım və digər ikinci 8000-liyə cəhd elədim. Amma biz orada Everestin zirvəsinə çatanda Şerpam aşağı artıq məlumat verdi ki, Azərbaycanlı xanım bu saatda zirvəsini edibdir və bu da tez qeydə alınır və sosial şəbəkədə beynəlxalq bir ekspedisiya olduğu üçün təbii ki, bölüşüldü, paylaşıldı və artıq Azərbaycanın bundan xəbəri var idi. Mən istəyirdim sürpriz eləyim, əsas evdəkiləri sürpriz eləmək istəyirdim. Amma gördüm ki, evdəkilər mənə sürpriz elədi ki, biz səni təbrik eləyirik və sən zirvənin ikisində vurmuşsan. Halbuki heç kəs məndən ikinci zirvə gözləmirdi. Mən də heç kəsə vəd eləməmişdim, çünki bilmirdim necə olacaq. İnsan özünə qulaq asmalıdır. Yəni, əgər sən özünə qulaq vermirsənsə, sən heç vaxt ilahi mesajı almayacaqsan ki, sən nə etməlisən. Məsələn, mən son illərdə çox narahat idim. Çünki bu mesaj mənə gəlmişdi, amma mən bu mesajla illərdir çırpınırdım, məşq eləyirdim, maddi vəsait və s. qovrulurdum, sovrulurdum, amma bilmirdim ki, necə eləmək lazımdır və bu məni çox narahat edirdi. Amma mən bilirdim ki, artıq zaman gəlib çatıbdır. Deyək ki, mesajınızı aldı ki, siz Everestə getməlisiniz
və ya da mesaj almısınız ki, siz Azərbaycanda nə isə yaratmalısınız. Bu mesajı unutmamalısınız. Əgər bu mesajı unutsanız, siz ömrünüzün sonuna qədər həqiqətən sözün əsl mənasında bədbəxt yaşayacaqsınız. O nədirsə, onu eşitdinizsə, onunla möhkəm yapışın və onun arxasınca gedin. Günlərin bir günü bax belə işıqlar yanır və sən bu işıqlardan kənara çıxa bilməzsən. Bu artıq sənin vaxtın idi. Everest və Lhotse mənim vaxtım idi. Mənim səhnədə həmin o projektor yandı və dedi ki, buyur, bu səhnə, bu da sən. Həyat sənə şans veribdir. İndi edə bilirsənsə et. Mən elə ona görə dedim ki, bax bəfə sən etdin Everesti, indi Lhotse da etdin, vəssalam. Bax bu sənin səhnən idi və özümü orada, özümü şəxsən alqışladım və dedim ki, sən bunu etdin. Sən missiyanı həyata keçirdin. Afərin sənə. İdman sahəsindən başqa, yəni bir töhfə vermişəm, amma həm də təhsil sahəsində insanların həyatına toxunmaq bu mənim əsas hədəflərimdən biridir və indi bundan sonra mənim üçün zirvə bunu planlamaq və həyata keçirtməkdir.